Salam yoldaşlar. Bugün biz TaxPro proqramı vasitəsilə gömrükdən gələn bəyannamələrin Excel eksportunu həyata keçirəcəyik. Müəyyən dövrü seçirik. Gördüyünüz kimi hazır bir dənə bəyannamə var və bəyannaməni çap et düyməsini klik edirik. Bundan sonra bəyannaməmiz yüklənməyə başlayır. Gördüyünüz kimi bir bəyannamənin daxilində 35 ədəd mal var idi və bunların məlumatları hamısı cədvəlimizdə əks olur. Bunu kopyalayırıq, keçirik, atırıq onu Excel-ə. Buradan göründüyü kimi əməliyyatın tarixi, bəyannamənin nömrəsi, kim tərəfindən mal göndərilib, nə gəlib həmin malların arasında, borulardır, nasoslardır və ilaxır, malın kodudur, miqdarıdır, çəkisidir, invoiceləri öz valyutasındadır. Valyutası malın ödəniş kodu 100-lə, 110-la, 120-lə və ilaxır, gələn nəqliyyatın nömrəsidir və həmin kodlar üzrə hansı ki gömrük rüsumlarıdır, ƏDV-dir və digər əgər rüsumlar varsa hamısı əks